Son zamanlar yükdaşıma şirkətləri heç bir xəbərdarlıq etmədən çatdırılmanın vaxtını dəyişir. Bu da müştərilərin məhsulu gec əldə etməsi ilə nəticələnir. Mövcud vəziyyətlə qarşılaşan vətəndaşlar da kifayət qədərdir. Məhsul sifariş vermişdim, ayaqqabı. O gec gəlib çıxmışdı. 15 gün gəlib gec çıxdı. Çatdırılma deyirlər ki, bir həftəyə olacaq, amma yekunda 10 günə gəlir. Yəni bu da təbii ki, heç yaxşı xal deyil. Qeyd edilən vaxtı gözləyirik, ancaq qeyd edilən vaxtdan sonradan gəlir, biraz problemlər olur. Məhsulların vaxtında çatdırılmaması yükdaşıma şirkətlərinin üzərinə düşən öhdəliklərin natamam yerinə yetirməsindən xəbər verir. Belə olduğu təqdirdə həmin şirkətin reputasiyası da nəticə etibarı ilə aşağı düşür. Məsələni logistika tərəfdən analiz edən iqtisadçı Fuad İbrahimov bildirir ki, problemin əsas səbəbi yeni yaranan yükdaşıma şirkətlərinin maddi-texniki bazasının və maliyyə dayanıqlığının az olmasıdır. Logistika əlverişli bir biznes mühitinə daxil olmuşdur və ona görə də bu sahədə kifayət qədər yeni şirkətlər formalaşır, yaranır. Kifayət qədər çox, rəqabət daha çox olur, müəyyən qiymətlərin azalması müşahidə olunur daşınmalarda. Ancaq bu demək deyir ki, keyfiyyət və öhdəliklərdə hər hansısa bir artım var. Əksinə bu istiqamətdə isə vəziyyət öz əyyarından düşmüş olur. Məhsulu alan şəxslə məhsulu göndərən şirkət arasında onlayn müqavilə də imzalanır. Kargo şirkətlərinin həyata keçirdikləri fəaliyyət də elektron ticarət qanununa əsaslanır. Vətəndaşların hüquqları pozulduğu təqdirdə onlar bu qanunun tələblərindən yararlana bilərlər. Sürətli poçtaşıma şirkəti, kargo şirkəti həmin malı zamanında çatdıra bilmirsə, bununla bağlı vətəndaşa məlumat verməlidir. Əgər həmin malı tapa bilmirsə, bu barədə də vətəndaşa məlumat verməli və belə olan halda elektron ticarət haqqında qanun tələbinə əsasən 7 gün ərzində isə alıcının pulunu özünə qaytarmalıdır. Bir sözlə vətəndaşlar kargo şirkətini seçərkən ehtiyatlı olmalı və ya ən azından həmin şirkətin etibarlılığını sosial media vasitələri üzərindən araşdırmalıdır.